Hı hı. Düşünürəm ki, artıq başlaya bilərik bugünkü yayınımızın mövzusuna. Səsim eşidilirmi? Hər şey qaydasındadırmı? Əvvəlcə bununla bağlı bir geri bildirim verin, zəhmət olmasa. Tamam. Deməli, bugünkü yayınımızın mövzusu, bilirsiniz ki, biz İnsan Yaşam Mərkəzi olaraq və oradakı fəaliyyət göstərən mütəxəssisi olaraq həftənin bəlirli günlərində bəlirli mövzular üzrə sizlər üçün canlı yayınlar açırıq və sizin bu mövzularla bağlı suallarınızı dinləyib ətraflı məlumat veririk. Bugünkü yayının mütəxəssisi mənəm, uzman klinik psixoloq Nigər Eyvazova və yayınımızın mövzusu, bugünkü yayınımızın mövzusu isə komfort zonasıdır. Bununla bağlı bir video paylaşmışdıq story'dəki. Komfort zonası deyəndə əslində nə olduğunu soruşmuşdum ki, və siz bilirsinizmi komfort zonası nədir? Ümumiyyətlə, bəzən həyatda qarşılaşdığımız bəzi insanlar var ki, daim iş yerindən çıxmaq istədiklərini söyləyirlər, daim narazı olduqlarını dilə gətirirlər. Maaşdan narazıyam, işçi heyətindən narazıyam, idarəçidən narazıyam, işin özündən narazıyam. Bəs soruşduğunuzda ki, nəyə görə bu işdən ayrılmırsan? Buna normal bir açıqlama gətirə bilmir həmin insanlar. Və yaxud da bir münasibətləri var və bu münasibətdən çox narazıdırlar. Lakin heç cürə necə bu münasibətdən ayrılacaqlarını, uzaqlaşacaqlarını bilmirlər. Bu da əslində soruşanda ki, nəyə görə bunu etmirsiniz, yəni nəyə görə ayrılmırsınız, buna da normal bir cavab tapa bilmirlər. Və əslində bu və bunun kimi bir çox həyatında narazı olduğu şeylərdən uzaqlaşa bilməyən insanlar, buna heç cürə cəsarət tapa bilməyən insanların problemi komfort zonalarından çıxmaq istəməmələridir. Komfort zonası nədir ümumiyyətlə? Bu məcbur deyil ki, bəlirli bir məkan, yer, hansısa bir iş ya da bir məşğuliyyət olsun. Bu bəzən insan da ola bilər bizim həyatımızda, hansı ki biz o insandan ayrılmaq istəmirik. Yəni komfort zonası bizim üçün bir insan, bir məkan, bir iş, bir dost, sosial çevrə və s. kimi bir çox şey ola bilər ki, biz deyə bilərik ki, bu mənim komfort zonamdır və bəzən insanlar buradan ayrılmaqda çox çətinlik çəkirlər. Nəyə görə çətinlik çəkirlər? Çünki İnsanlar fikirləşirlər ki, mən burada artıq bəlirli bir müddətdir ki, fəaliyyət göstərirəm və yaxud da burada yaşayıram və yaxud da bu insanla münasibətim var və bu insan məni olduğum kimi qəbul edib və mən artıq burada bir şəkildə var olmuşam və bundan sonra başqa bir mühitdə, başqa bir yerdə necə var ola bilərəm və yaxud da bəzən bəzi insanlarda bəlirli bir təşvişli qorxu yaranır ki, görəsən mən bu sərhədlərin içindən çıxsam, mən bu sərhədlərdən kənara bir addım atsam, mənim üçün uğurlu olarmı ya da hər hansısa bir uğursuzluqla qarşılaşaramı? Bütün bu narahatlıqlar, bütün bu təşvişlər və qorxular insanlarda həmin o komfort zonasından kənara çıxa bilməməyi yaradır. Və əslində bəlkə də komfort zonanızdan kənara çıxsaz, sizin üçün hər şeyin daha fərqli və daha gözəl olduğunu görə bilərsiniz. Bəzən olur ki, bir insan həmin o komfort zonasından kənara bir addım atdığı zaman daha fərqli və daha gözəl şeylərlə qarşılaşır və çox sağ olun. Və əslində heç nə qorxduğu kimi olmur. Əvvəldən o qorxduğu, təşviş keçirdiyi, narahatlıq keçirdiyi, o öz-özlüyündə yaratdığı neqativ düşüncələrin heç biri ilə qarşılaşmır və tam tərsinə hər şeyin çox daha gözəl olduğu gerçəyi ilə üzləşir və buna görə də insanlar əslində daha sonraki addımlarda daha rahat bir şəkildə komfort zonalarından çıxmağa çalışırlar. Əslində, Aytəkin xanım, özgüvənsizliklə də əlaqəli ola bilər və yaxud da bəlirli bir müddətdə eyni bir mühitdə yaşayan və eyni bir mühitdə fəaliyyət göstərən ya da bayaq qeyd etdiyim kimi o bir insan da ola bilər, fərqi yoxdur. Eyni şeyi uzun zaman yaşayan bir insan olaraq bir müddətdən sonra artıq buradan çıxdığım zaman nə ilə qarşılaşacağımı bilməyəcəyim üçün də buradan çıxmamaq istəyə bilərəm. Həmin komfort zonasından çıxmamaq istəyə bilərəm. Və yaxud da sadəcə dediyiniz kimi özgüvənsizliklə əlaqəli ola bilər ki, bir şəkildə mən burada özümü göstərə bilmişəm, burada baş çıxartmışam və bundan başqa bir ortamda, bundan başqa bir yerdə bəlkə də eyni şəkildə var ola bilmərəm deyə bir qorxu, bir özgüvən problemi də ola bilər insanlarda ki, həmin o komfort zonasından çıxmasın. Amma siz düşünün ki, komfort zonası, bu yaxınlarda çox gözəl bir video görmüşdüm sosial şəbəkələrdən birində. Deməli,
balaca bir böyük bir dənizdir və sahil kənarının ortasında, sahildən kənarda ortada balaca bir göl kimi bir su əmələ gəlib, su hövzəsi əmələ gəlib və su hövzəsinin içinə necəsə olub bir balıq gəlib düşüb və bu balıq biraz sağa sola üzür və sonra bütün cəsarətini toplayaraq ortada uzun bir torpaqlı bir yer var idi, qumlu bir yer var idi və bütün cəsarətini toplayaraq həmin o qumlu sahədən çırpınaraq sudan çıxır və çırpınaraq dənizə doğru irəliləyir və dənizə çatdıqda uçsuz bucaqsız böyük bir dənizdə rahat bir şəkildə üzməyə davam edir. Bu da bizə əslində insanların həmin o balaca dar komfort zonasından çıxacaqları zaman nə ilə qarşılaşa biləcəklərini göstərir. Təbii ki, o dənizdə o özündən daha böyük balıqlara yem də ola bilər və ya tam tərsinə rahat, sərbəst, ürək istəyən qədər orada geniş bir ərazidə üzüb özünə fərqliliklər də tapa bilər. Buna görə də yəni biz insanlara komfort zonasından bəzən çıxmağı məsləhət görürük ki, sizin nələrin gözlədiyini bilə bilmərik heç vaxt və siz də bilə bilmərsiniz. Amma ən azından çıxmasanız da bunu heç vaxt bilməyəcəksiniz. Ona görə də maksimum dərəcədə komfort zonanızdan kənarlaşmaq sizə yeni fürsətlər və yeni şanslar verəcək. Mən 30 yaşımda yeni ixtisas oxumaq istəyirəm və bu 3-cü ali təhsil olacaq. Sadəcə maddi cəhətdən qorxuram. Çox gözəl, sizi təbrik edirəm. Ən azından belə bir cəsarətiniz var və bu yaşda təkrar bir ixtisasa yiyələnmək istəyirsiniz, 3-cü dəfə ali təhsil almaq istəyirsiniz. Bu çox gözəl bir şeydir və hər kəsin cəsarət edə bilməyəcəyi bir şeydir əslində. Buna görə sizi təbrik edirəm. Maraqlısı ondadır ki, insan əgər bir şeyi beyninə qoyursa və bir şeyə doğru, əmin addımlarla ilərləyəcəyini düşünürsə və ilərləyirsə, həmin yolda ona lazım olan bütün resursları da bir şəkildə əldə eləməyi bacarır. Yəni, maddiyyat problemi varsa, bu problem bir müddətdən sonra aradan qalxa bilər və ya sizin hansısa tərəddüdləriniz varsa, bu tərəddüdlər bir müddətdən sonra aradan qalxa bilər. Önəmli olan istəməkdir. Çünki çox məşhur və biraz belə standart bir söz var, bəlkə də hamımızın bildiyimiz, amma istəmək bacarmağın yarısıdır. Və əgər siz bunu istəyirsinizsə, siz bununla bağlı niyyət etmişsinizsə və bu qarşınıza bu məqsədi qoymusunuzsa, çox böyük ehtimal ki, bu alınacaq. Əgər tam bütün belə deyim, şuurlu durumunuzla, bütün qəlbinizlə bunu istəyirsinizsə və buna doğru hansısa bir çalışmalar eləməyə başlamısınızsa, əmin olun ki, bir şəkildə bütün problemlər aradan qalxacaq və bir müddətdən sonra siz buna çata biləcəksiniz. Çünki bəzən düşüncələrimiz, insanlarda belə bir şey var, soruşurlar ki, doğrudan nə düşünürsə o bizim başımıza gəlir. Əslində, nə düşünürsə bizim başımıza o gəlmir. Sadəcə biz düşüncələrimizə görə, istəklərimizə görə davranışlarımızı şəkilləndirir və formalaşdırırıq və bundan sonra da bizim artıq hədəflərimizə doğru getdiyimiz yolda istədiklərimizi əldə etməyə başlayırıq. İştirafda isə çox yolar məni motive edir. Bunu balansını tutmaq lazımdır. Önəmli olan işlədiyiniz iş hər nədirsə, birinci növbədə onu maksimum dərəcədə motive bir şəkildə və sevərək eləməyinizdir. Digər ikinci olmalı olan şey isə işə ayırdığınız vaxt qədər özünüzə və öz şəxsi həyatınıza da vaxt ayırmalısınız. Yəni, sevdiyiniz digər məşğuliyyətlərlə də vaxt ayırıb məşğul olmalısınız. Hansısa bir hobiləriniz varsa, onları göz ardı etməməlisiniz. Sosiallaşmağı ihmal etməməlisiniz bir sözlə. Özünüzə vaxt ayırmağı heç cürə göz ardı etməməlisiniz. Çünki siz olduğunuz üçün, belə deyim, o işdə bugünə qədər maksimum dərəcədə verimli işləyə bilirdiniz. Və bugünkü gün əgər siz özünüzdən vaz keçsəz, siz özünüzü dəyişdirsəz, sırf işinizə odaklansaz, bu səfər də artıq demotive olmağınız çox normal olacaq. Özür sayın. Buyurun, mən təşəkkür edirəm. Başqa sualınız varmı? Mövzu ilə əlaqəli ola da bilər, olmaya da bilər. Hər hansısa bir
psixoloqla soruşmaq istədiyiniz, maraqlandığınız hər hansı bir şey varsa buyurun. O zaman mövzuya geri dönək, komfort zonasından danışaq təkrar. Dediyim kimi, komfort zonası əslində məcbur deyil ki, mütləq bir məkan ya da bir iş ya da bir hər hansı bir ortam olsun. Bu, bəzən insanlar da ola bilir və bəzən bu bizdə münasibətlərimiz şəklində də özünü göstərə bilir. Bəzi insanlar çox uzun müddət hansısa münasibətdə olurlar və bu dost münasibəti də ola bilər və yaxud da ikili münasibətlərdə də ola bilər, qarşı cinsdən olan münasibətlərdə də ola bilər və pasientlər müraciət etdikləri zaman əslində bu münasibətin onu yorduğunu, ona heç də yaxşı təsir etmədiyini, lakin özünü bu münasibətdə çox rahat hiss etdiyini, yəni bir də bundan sonra kimlənsə təkrar eyni o münasibəti qura bilməyəcəyi üçün bu münasibəti bitirmək istəmədiyini dilə gətirirlər və bu da əslində bizə bir növ elə həmin insanın ya da həmin münasibətin bu şəxs üçün, bizə müraciət edən pasient üçün bir komfort zonası olduğunun fərqinə varırıq. Və bu zaman bizim eləyə biləcəyimiz şey, yəni o pasiyentin yerində olaraq deyə bilərəm ki, eləyə biləcəyiniz şey əslində bunun sizə verdiyi müsbət şeyləri anlamaq və bu müsbət şeylərin təkcə münasibətlə əlaqəli yox, həm də sizinlə əlaqəli olduğunu da fərqində olmaqdır bir növ. Çünki siz hər zaman eyni şəxsiyyətdəsiz, hər zaman eyni xarakterdəsiz və qarşınıza çıxan həmin bu insanla olan münasibətiniz artıq sizi yorursa, bunu davam etdirmək sizə heç də müsbət nəticələr vermir, əgər özünüzün də dediyiniz kimi. Və bir müddətdən sonra artıq siz düşünürsünüz ki, mən fərqli birilərlə tanış ola bilməyəcəm, həmin insanlarla təkrar eyni münasibətləri qura bilməyəcəm və s. və s. Amma hər kəslə qurulan münasibət fərdi, individual olur və hər kəslə qurulan münasibətin fərqli dinamikaları olur. Təbii ki, bu münasibətdə əgər siz heç cürə xoşbəxt ola bilmirsinizsə, heç cürə bu münasibət sizi qane etmirsə və ya olduğunuz hər hansısa bir münasibət sizi qane etmirsə, o zaman bunu müsbət və mənfi cəhətlərinə görə bir gözdən keçirmək lazımdır, dəyərləndirmək lazımdır və daha sonra buna uyğun necə bir yol izləyə bilərsiniz, bunu düşünməlisiniz deyə düşünürəm. Amma dediyim kimi, bəzən əgər uzun zamandır ki, bir şeyləri bitirmək ya da bir şeylərdən qurtulmağı düşünürsünüz, lakin necə eləyəcəyini bilmirsiniz və bununla bağlı narahatlıq, qorxu və təşviş keçirirsinizsə, bəzən heç də hər şey qorxduğunuz kimi olmayacaq. Sadəcə bəzən addımı atmaq lazımdır. O çərçivədən bəzən kənara çıxmağı bacarmaq lazımdır. Çünki kənarda böyük bir dünya var. Sanki balaca bir uşaq heç vaxt evdən çölə çıxmayıb və günün birində evin öz həyətindən kənara addımını atır və çöldə, küçədə başqa bir dünyanın olduğunu kəşf eləyir. Və düşünün ki, komfort zonasından çıxan bir insan üçün də əslində belə olur hər şey. Və o orada fərqlilikləri kəşf edir, fərqli insanları kəşf edə bilərsiniz, fərqli belə deyim, fürsətlərlə qarşılaşa bilərsiniz, fərqli şanslar qarşınıza çıxa bilər. Təbii ki, bunlar yenə də deyirəm, yaxşı da ola bilər, pis də ola bilər. Lakin heç vaxt nəyisə cəhd etmədən, nəyisə addım atmadan nəyin yaxşı, nəyin pis olacağını bilə bilmərik. Çünki biz heç bir şeydən sığortalı deyilik bu həyatda və eləyəcəyimiz hər bir addım, atacağımız hər bir addım bizim üçün əslində bir riskdir, bir növ. Lakin bu addımı atmadığımız müddətcə də istəklərimizə heç cürə çata bilməyəcəyik. Yəni, yaxşı istədiyimiz şeylərə də çata bilməyəcəyik və pisin də nə olduğunu görə bilmədiyimizə görə heç vaxtı bir addım iləri gedə bilməyəcəyimizə görə olduğumuz yerdə də saymağa davam edəcəyik. Buna görə də bəzən istəklərimizin arxasınca getməyi və o komfort zonasından çıxmağı bacarmalıyıq ki,
çöldəki dünyanı tanıyaq və bizə dünyanın nələr gətirəcəyini görərək ən azından bunlarla üzləşək və bunlarla birlikdə yaşamağı ya da bunların öhdəsindən gələ bilməyi öyrənək. Çünki çətinliklə üzləşmədiyimiz zaman biz bunun nə olduğunu bilmirik və bununla necə öhdəsindən gələ biləcəyimizi heç cürə bilmirik. Çünki özümüzdə o bacarığı inkişaf elətdirməmiş oluruq. Və yaxud da xoş bir şeyi yaşamasaq, yaxşı bir şeylər, yaxşı bir təəssüratlarımız yaranmasa, biz xoşbəxtliyin nə olduğunu da bəzən bilə bilmərik. Buna görə də insan həyatında həm yaxşı şeylərin, həm də mənfi hadisələrin olması çox normal bir şeydir. Sualı olan var mı? Heç kəsin sualı yoxdur. Mövzu ilə əlaqəli ola da bilər, olmaya da bilər. Ümumi olaraq sizi maraqlandıran hər hansısa bir şey ola bilər. Xeyr, bu bir xəstəlik deyil, amma çox da normal da deyil. Yəni, bunu daha ətraflı izah eləməlisiniz, daha ətraflı danışmalısınız və daha ətraflı bir şəkildə konsultasiya olunmalısınız ki, bunun nədən qaynaqlandığını mütəxəssislər ən azından aydınlaşdıra bilsinlər və ona uyğun düzgün bir şəkildə ya dərman müalicəsi ya da düzgün bir psixoterapiya ala biləsiniz. Planlı iş görə bilməmək və nəyisə odaklana bilməmək əslində bir çox pozuntunun əlamətləri ola bilir. Amma ən əsası bir şeyə fokuslana bilməmək əslində diqqət əskiliyi və hiperaktivlik pozuntusunun əlamətlərindən biri sayılır. Lakin bunun da yenə öz diaqnostikası var, testləri var. Bununla bağlı müraciət olunmalıdır. Siz bununla bağlı test edilməlidir sizə, konsultasiya olunmalıdır ki, sizə doğrudan da bu diqqət əskiliyi və hiperaktivlik pozuntusu varmı? Bir də normaldan daha çox tutaq ki, yuxusuz qalmaq, stresslə qarşı-qarşıya olmaq da insanda hər hansısa bir işi görə bilməməyi və yaxud da bir nöqtəyə fikrini cəmləşdirə bilməməyə gətirib çıxarda bilir. Bir də bunlarla yanaşı əsasən hər hansısa bir işi planlama, günlük planlama ilə bağlı bəzi insanlarda belə deyim, uğursuzluqlar olur. Hansı ki, gündəlik olaraq nə eləməli olduqlarını bilmirlər və buna görə də planlamalarda bəzən problem yaşaya bilirlər. Bəli, insan depressiyaya düşə bilər. Ümumiyyətlə dediyim kimi, yəni bu komfort zonası bizə görə hər şeyin mükəmməl olduğu və hər şeyin çox yaxşı olduğu bir yerdir, bir məkandır, bir insandır və biz əgər bir gün bu komfort zonasından çıxmağa qərar versək, birdən-birə özümüzü bir boşluqda tapa bilərik və nəyin nə olduğunu, necə davranmalı olduğumuzu, necə hərəkət etməli olduğumuzu və yaxud da bundan sonraki addımlarımızı nəyə əsasən atmalı olduğumuzu bilməyə bilərik və bütün bunlar bizdə bir müddətdən sonra əhval-ruhiyyədə azalma və depressiya yarada bilər. Bəli, həddindən artıq stresli olmaq insanda aqressiyanı və əsəbi artırır və bunlarla yanaşı da bəlirli bir müddət sonra əslində depressiv bir hal da müşahidə oluna bilər. Yəni, depressiya deyilən şey sadəcə ağlamaq, yataqdan çıxmamaq, özünü yerdən yerə vurmaq və s. kimi simptomlar deyil. Əslində, depressiyanın əlamətlərindən biri də insanlara qarşı, ətrafda baş verən hadisələrə qarşı dözümlülüyün azalmasıdır.
o belə deyim də toleransın azalmasıdır. Heç nəyə qarşı o hövsələsi qalmır insanların. Daim aqressiv və əsəbi olurlar ətrafda baş verən hər şeyə və hər kəsə qarşı. On 15 yaşındadır, daim tər olur və bunun səbəbi nədir? Bunun da bir çox səbəbi ola bilər. Deyəcəksiniz ki, nətər olur ki, soruşulan hər sualın əslində bir çox səbəbi var deyirsiniz. Çünki psixologiyada elədir ki, bəlirli bir pozuntu sadəcə bir pozuntu şəklində görülmür. Bəzən bununla yanaşı başqa komorbid pozuntular da görülə bilir pasientlərdə və yaxud da hansısa bir pozuntu başqa bir pozuntunun fonunda görülə bilir. Buna görə də biz deyə bilərik ki, bir çox şeyin əlaməti olaraq bu görülə bilər. 15 yaşındadır, ola bilsin ki, oğlunuzun bir ən bəsit şəkildə tər bezlərində problem ola bilər. Bununla bağlı çox tərləyə bilər. İkincisi, təşviş, stres və həyəcandan ola bilər bu. Üçüncüsü, əsəbdən də ola bilər, əsəb və ya gərginlikdən ola bilər. Yəni, o zaten hal-hazırda keçid dövründədir və buna görə də onu bir yaxşı bir mütəxəssisə göstərsəz, bununla bağlı ətraflı bir məlumat əldə edə bilərsiniz ki, nəyə görə oğlunuzda bu yaşda bu problemlər var. Nəyə görə bəzi sevdiyim nüanslar mənə ziyan verdiyi halda bunları bilirəm, amma vaz keçmirəm. Elə tam olaraq əslində bəhs etdiyimiz o komfort zonası məsələsidir. Bunları sevirsiniz, buna öyrəşmisiniz. Sizə ziyan da vursa, xeyir də vursa, artıq bəlirli bir müddətdir ki, siz həmin belə deyim, nüanslarla bir yerdə olduğunuza görə bir müddətdən sonra onlardan vaz keçməkdə sizin üçün çətinlik törədir. Panik ataklar hansı vəziyyətlərdə yaranır? Panik ataklar əslində fərqli vəziyyətlərdə yarana bilir. Ümumi təşviş halı deyilən bir durum var. Bir də atak şəklində gələn panik durumu var, yəni təşviş durumu var. Və stres və həyəcan keçirəndə ola bilər bu. Hansısa bir ağır stresə maruz qaldıqdan bir müddət sonra yarana bilər bu. Və ya hər şey çox rahat olduğu bir zamanda keçmişdə yaşadığınız hansısa bir streslə əlaqəli o anda bəlli bir sizə onu xatırlada biləcək hər hansısa bir şeylə, bir tetikləyici bir ünsürlə təkrardan həmin panik ataklar yarada bilərsiniz. Simptomları nədir? Simptomları odur ki, deməli, birinci növbədə əllərdə, ayaqlarda əsmə, uyuşma, tərləmə, təbii ki, bu pasiyentə görə dəyişir, insana görə dəyişir. Daha sonra ürək döyüntülərinin tezləşməsi, artması, nəfəs darlığı, baş gicəllənmə hissi, sanki yıxılacaqmış kimi olma hissi, ayaq sürdürə bilməmə hissi və s. Bunun kimi bir çox hallar olur, simptomlar olur. Mədə bizim beynimizlə əlaqəli olan ən əsas orqanlarımızdan biridir. Məsələn, adicə uşaq vaxtı lövhəyə çıxıb dərs danışmalı olduğumuz zaman mədəmiz belə qəribə bir şəkildə qıvrılırdı, özümüzü çox narahat və qəribə hiss edirdik. Həyəcanlananda və yaxud da təşvişə düşəndə və yaxud da qorxanda ilk bunu hiss etdiyimiz yer mədəmizdir əslində. Və mədə yəni həzm sistemi birbaşa beyinlə əlaqəli olduğu üçün və ona ikinci beyin deyildiyi üçün bizim psixoloji olaraq keçirdiyimiz hər hansı bir narahatlıq bizim birbaşa iştahımıza yansıyır. Və təbii ki də mədədə sancı olursa əgər əsəbləşdiyiniz zaman bu mütləq ki əsəblə əlaqəli olan bir şeydir, psixoloji durumunuzla o anki o keçirdiyiniz streslə əlaqəli olan bir şeydir. Bu bir mənalı şəkildə belədir. Hansı mütəxəssis məsləhət görürəm? Ümumiyyətlə, əgər yeniyetmədirsə, yeniyetmələrlə mən də məşğul oluram və yaxud da insan yaşam mərkəzində bizim digər mütəxəssislərimiz var. Səhifəmizə girib, hər birini tək-tək araşdırıb, hansı sizin övladınıza uyğundursa, maraqlanıb istədiyiniz birinə yönləndirə bilərsiniz təbii ki. Buyurun, mən təşəkkür edirəm sualınız üçün.
Əgər başqa sualınız yoxdursa, yayını bitirək. Bir də sonraki həftələrdə yayın eləyəcəyimiz zaman mən istəyərdim ki, bizim izləyicilərimiz bizə bir ipucu versinlər. Hansı mövzu ilə bağlı bizim yayın eləməyimizi istəyirsiniz, mənim yayın eləməyimi istəyirsinizsə, ya İnsan Yaşam Mərkəzinin səhifəsinə qeyd edə bilərsiniz, ya da mənim öz şəxsi səhifəmə qeyd edə bilərsiniz. Instagram ya da TikTok üzərindən filan mövzu ilə bağlı yayın istəyirik deyə. Mən bunu nəzərə alıb bir sonraki yayınımızda həmin mövzulara toxuna bilərəm. Maraqlı suallarınız üçün mən təşəkkür edirəm. Düşünürəm ki, sizin sualların cavabı bəlkə də bir çoxlarının suallarını cavablandırdı. O zaman sonlandırıram bugünkü yayınımızı. Özünüzə yaxşı baxın. Çalışın ki, psixoloji olaraq hər zaman sağlam qalasınız. Önəmli olan budur. Və ehtiyacınız olduğu zaman bir mütəxəssisə müraciət eləməkdən heç vaxt çəkinməyin. Gecəniz xeyrə qalsın. Qarşıdan gələn bayramlarınız da mübarək.